Uzun illər Korsikada milli kimliyi və dili sığışdıran, mübarizə aparanlar isə həbs edən Makron hökuməti indi geri addım atmağa məhkum olub. Parisin Korsikaya xüsusi status vəd edən qanun layihəsini parlamentə çıxarması könüllü humanistlik deyil, Azərbaycanın neokolonializm siyasətini beynəlxalq müstəvidə ifşa etməsinin birbaşa nəticəsidir. Rəsmi Bakının Bandung prinsipləri çərçivəsində nümayiş etdirdiyi qətiyyətli mövqe Yelisey sarayını manevr etməyə və müstəmləkəçilik siyasətinə qismən də olsa düzəlişlər etməyə şans verib. Fransa hökuməti tərəfindən hazırlanan Korsikanın Fransa Respublikası daxilində xüsusi muxtariyyət hüququ əldə etməsi adlı qanun layihəsi Milli Assambleyanın iclaslarında müzakirəyə çıxarılıb. Sonra isə hüquq komissiyası tərəfindən qəbul edilib. Konstitusiyaya əlavə olunacaq yeni maddəyə görə Korsikaya Fransa daxilində özünü idarə etmə hüququ verməklə yanaşı adanın özünə məxsus xüsusiyyətlərinin, tarixi, mədəni və dil irsinin tanınması nəzərdə tutulur. Fransanın Korsika ilə bağlı qəbul etdiyi qərarlar Makron hökumətin könüllü şəkildə atdığı adım deyil. Çünki elə Makron hakimiyyətdə olduğu zaman kəsiyində biz Korsika ilə bağlı Korsika parlamentində dilin məhdudlaşdırılması istiqamətində addımların atıldığının şahidi olmuşdur. Eyni zamanda Korsikaya muxtariyyət tələb edən fəalların da sıxışdırılması və hətta həbs edilməsi istiqamətində də Makron hökuməti addımlar atırdı. Layihənin əsas məqsədi uzun illər Korsika tərəfindən tələb olunan iqtisadi, sosial, mədəni və inzibati maraqların nəzərə alınmasıdır. Bu hüquq çərçivəsində Fransanın əsas prinsiplərinə və beynəlxalq hüquqa uyğun olmaq şərti ilə Korsika müəyyən qanunları və qaydaları öz ərazisində uyğunlaşdırmaq və yeni normativ aktlar qəbul etmək səlahiyyətinə malik olacaq. Millət vəkilinin sözlərinə görə bu addımın atılmasında rəsmi Bakının müxtəlif beynəlxalq platformalarda neokolonializm siyasətini ifşa etməsi də mühüm rol oynayır. Prosesin başlanma təməli birinci növbədə şübhəsiz ki, Azərbaycan beynəlxalq müstəvidə Bandung prinsiplərindən çıxış edərək müstəmləkəçiliyə qarşı atdığı addımlarla bağlıdır. Proses şübhəsiz ki, Azərbaycanın həm qoşulmama hərəkatı çərçivəsində bu hərəkatın mahiyyətinə uyğun olaraq yürütdüyü siyasət, beynəlxalq müstəvidə bu prosesi önə daşıması və müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı ölkəmizin nümayiş etdirdiyi qətiyyətli mövqe ilə bağlıdır. Ekspertin fikrincə Bakı təşəbbüs qrupunun bu çərçivədə sərgilədiyi mövqe Fransanın özünün müstəmləkəçiliklə bağlı siyasətinə qismən də olsa düzəlişlər etməsinə zəmin yaradır. Lakin Paris özünün dənizaşırı adlandırdığı ərazilərdən çəkilmək istəmir. Həmin ərazilərdə təbii resurslarla bağlı maraqlar var. Prosesin Korsikadan başlanması isə təsadüfi deyil. Fransa bununla beynəlxalq səviyyədə müstəmləkəçiliyə qarşı davam edən etirazlara reaksiya verdiyini göstərməyə çalışır. Qeyd edək ki, layihənin iyunun 24-də Milli Assambleyada səsverməyə çıxarılması və onun gələcək hüquqi taleyinin həmin səsvermənin nəticələrindən asılı olaraq müəyyənləşdirilməsi nəzərdə tutulur.